özü-özünü tərifləyə bilər? Əsl budur ki, insan özünü tərifləyə bilər. Mən beləyəm, İbrahim gəlir, deyir ki, məndən yoxdur, mən 100 dənə, 1000 dənə hədis bilirəm, Quran əzbərləmişəm, Bəqara surəsi, eşitməmişsiniz filan. Tərifləyə bilər? Tərifləyə bilməz. Əsl budur ki, insan özü-özünü tərifləyə bilməz. Sən özünü təmizə çıxarda bilmərsən. Sən təvəzzükar olmalısan. Düzdür? Lakin alimlər deyirlər ki, iki məqam var ki, insan o məqamda özünü tərifləyə bilər. İki məqam. Bu əsildən çıxır. Bir, bidət əhli ilə qarşı-qarşıya qalanda. Bidət əhli ilə qarşılaşmısan, sən orada özünü tərifləyirsən. Orada ona görə tərifləyirsən ki, sənin o böyüklüyün üzə çıxsın, izhar olsun. Sən onu sındırasan, onu üstələyəsən, ona qalib gəlmək üçün özünü tərifləyirsən. O cihadda necədir İbrahim? Cihad vaxtı insan özünü göstərə bilər yoxsa yox? Göstərə bilər sən öz böyüklüyünü, gücünü, kibri, təkəbbürlüyünü orada cihadda izhar etdirmək icazəlidir, göstərmək icazəlidir. Bidət əhlinlə də bu sanki bir cihaddır. Bu da cihadın növünə aid olduğu üçün alimlər deyirlər ki, bidət əhlinin qarşısında insan özünü göstərə bilər. Burada heç bir problem yoxdur. Bu birinci məqamdır. İkinci məqam, səndə olmayan şeylə qınanılırsansa, məzəmmət olunursansa, sən özünü tərifləyə bilərsən. Nə deməkdir bu söz? Səndə olmayan şeylə qınanılırsansa, məzəmmət olunursansa, sən o vaxtı özünü tərifləyə bilərsən. Məsələn, biri gəlir sənə deyir ki, İbrahim, sən necə təkəbbürlü adamsan, ha, subhanallah. Səndə yoxdur kibir. Səndə olmayan şeylə qınanılırsan, yoxsa yox, qınanılırsan. Bunda İbrahim o vaxt özünü tərifləyə bilər. Məsələn, deyə bilər ki, qardaş, Allah sənə hidayət eləsin, mən Allahın kitabını əzbərləmişəm, o qədər hədis bilirəm, xəbərim var, filan universiteti qutarmışam, elmə sahib olmuşam, heç məndə kibir olar, hə? Tərifləyirsən özünü, deyirsən ki, heç Allahın kitabını da bilən təkəbbürlü olar. Sən təriflədin yoxsa yox? Təriflədin, amma nə vaxt təriflədin? Səndə olmayan şeylə qınanılandan sonra sən özünü tərifləyirsən ki, orada heç bir, alimlər deyirlər ki, bu məqamda heç bir problem yoxdur. Ona görə bu iki məqam istisna olmaqla, bu iki məqam heç, insan bu iki məqamda özünü tərifləyə bilər, başqa yerlərdə insanın özünü tərifləməsi olmaz, düzgün deyil.